Növbəti mövzumuz litosfer və yerin daxili quruluşudur. Bu mövzunun belə deyək, izahlarına baxaq, testlərin izahlarına baxaq. Nüvə deyir əsasən hansı elementlərdən təşkil olunub? Yadda saxlayın ki, nüvə əsasən ağır elementlərdən, ağır maddələrdən, dəmir, nikel kimi ağır maddələrdən təşkil olunub. Buna fikir verin. Cavab burada B variantıdır. Daş təbəqəsi adlanır. Daş təbəqəsi litos daş sfera isə təbəqə deməkdir. Ona görə burada düzgün cavab variantımız E variantıdır. Sonra yer qabığının maksimal qalınlığı neçə kilometrdir? Yer qabığının maksimal qalınlığı 70-90 kilometr. Əsasən Alp Himalay belə deyək, Himalay dağlarında, Mərkəzi Asiyada daha çox hündürlük hissəsini təşkil eləyir. Kip maddələrdən ibarətdir. Nüvənin hər tərəfini əhatə edir. Bu təbii ki, mantia adlanacaq. Nüvəni əhatə edən belə deyək, mantiyadır. Yəni mantia təbəqəsidir və kip maddələrdən ibarətdir təzyiqdən. Yəni alt mantia kipdir daha doğrusu. Yerin daxili təbəqələrini düzgün sıralayın. Buna baxaq. Burada təbii ki biz yer qabığı, mantia, nüvəni bax bunu deyəcəyik, qeyd edəcəyik. Burada litosfer deyil. Burada mantia lap aşağıda, daha doğrusu lap yuxarıda deyil. Astronosfer deyil. Astronosfer o mantiyanın belə deyək tərkibində olan təbəqədir və ona görə bu səhvdir. Sonra yüksək deyir temperatur təzyiq nədən yaranır? Ümumiyyətlə radioaktiv parçalanma, yüksək təzyiq sıxılma və radioaktiv parçalanmanın əsasında bu daxildə istilik yaranır. Litosferi əmələ gətirir yer qabığı və üst mantiyanın bərk hissəsi. Birlikdə litosfer adlanır. Bazalt qat təbəqəsinə aid olmayan fikri müəyyən edin. Bazalt yer qabığını tam əhatə edir. Bu doğrudur. Yəni burada bir səhv görmürük. Qranit təbəqəsinin altında yerləşir. Bazalt qranit bəli tamamilə doğrudur. Qranit təbəqəsinin üstündə də xeyr. Ancaq okean tipi yox, yer tipli də belə deyək, qabığında da var. Ona görə burada cavab variantı D-dir. Yer qabığının ən qalın yeri haradır? Deməli, Mərkəzi Asiyada Hind quşu dağlarıdır. Sonra Kondrat sərhəddi harda yerləşir? Kondrat sərhəddi əsasən qranit və bazalt arasında yerləşir. Materik yer qabığının hansı qatlardan ibarət? Ümumiyyətlə, materik tipli yer qabığı çökmə qranit və bazalt qatlarından ibarətdir. Ən üstdə çökmə, sonra qranit, sonra isə bazaltdır. Cavab variantımız burada B variantıdır. Yer qabağı ilə üst mantia arasında yerləşən sərhəd adlanacaq Moho sərhəddir. Astronosferlə üst mantia arasında isə Benyov sərhəddi yerləşir. Astronosferlə alt mantia sərhədində isə Gutenberg sərhəddi yerləşir. Sonra yer qabığının daha qalın yerləri harada olur? Əsasən dağlarda olur. Çünki qalın daxı o, dağların hündürlüyü çoxdur, qalındır yer qabığı. Yer qabığını əmələ gətirən qatlar hansılarıdır? Yer qabığını əmələ gətirən çökmə, qranit, bazalt. 1, 3, 5 B variantı. Sonra materik yer qabığında çökmə və bazalt təbəqələr arasında yerləşir. Deməli, çökmə ilə və bazalt təbəqəsi arasında qranit təbəqəsi yerləşir. Yadınızda saxlayın. Dedikdə ardıcı birinci bazalt gəlirdi, sonra qranit gəlirdi, sonra da çökmə qat. Litosfer adlanır. Litosfer ümumiyyətlə yer qabığı və mantiyanın üst bərk hissəsi birlikdə litosfer adlanır. Bir də bu suala baxaq. Deyir ki, doğru olmayanı müəyyən edin. Bu tipli suallarda fikir verin. Bax, bu yerin daxili quruluşunda olan təbəqələrdir. Bunlar nömrələridir. Bunlar da, yəni bu təbəqələr hansında yer qabığındamı, mantiyadamı, nüvədəmi yerləşir? Bunu bildirsin. Astronosfer mantiyada yerləşir. Bəli, burada alt və üst mantiya arasında. Kondrat yer qabığında, qranit bazalt arasında. Xarici nüvə nüvədə yerləşir. Bazalt mantiyada yox, yer qabığında yerləşməlidir. Qranit yer qabığında yerləşir. Tamamilə doğrudur. Burada düzgün cavab variantımız E-dir, 4 səhv fikirdir.